Disiplinli olmaq həyatın hər bir sahəsində uğur qazanmağın ən böyük açarıdır. Amma bu bəzi insanlar üçün çox çətindir. İçi qarışıq mən. Mən uşaqlıqdan bəri çox vaxt deyirdilər ki, sən çox tənbəl uşaqsan da. 2 saata görürsən bir işi, disiplinli hərəkət eləmirsən. Amma necə olursa, mənə verilən bütün işləri məsuliyyətli bir şəkildə axır əvvəl yerinə yetirirdim. Və bu ərəfədə bəzi texnikalar inkişaf elətdirdim və bunları sizinlə bu videoda bölüşəcəm. 10 dənə texnikamız var və gəlin başlayaq. Bu arada videoma xoş gəlmişsiniz. Biraz xəstəyəm, ona görə səsim ola bilər ki, qəribə çıxsın. Üzürlü sayımına görə indidən düşünürəm ki, nizam, intizama, allergiyası olanlar üçün bunlar qızıl qaydalardır. Bunlardan birincisi 2 gün qaydası. Bir işi heç vaxt 2 gün ardıcıl atlatmayın. Misal üçün, bazar ertəsi məşqi qaçırdırsınız, mütləq çalışın ki, bunu çərşənbə axşamı yerinə yetirin. Beləliklə siz pis günün pis bir aya çevrilməsinin qarşısını alırsınız. Və ya məsələn, bugün dərs oxuyacaqsınız, amma oxumursunuzsa, sabah bunu mütləq eləyin. Yəni, bir məsuliyyəti 2 gün arxa-arxaya buraxmayın. Kimlik dəyişikliyi. Mən bunu etməliyəm yerinə, mən bunu edən insanam cümləsindən istifadə edeyim. Yəni, məsələn, yenə idmandan misal gətirirəm. Mən idman etməliyəm yox, mən idmançıyam şəklində düşünsəniz, vərdişlər daha asan bir vəziyyətə gələcək. Davamlılıq motivasiyadan yox, kimlikdən gəlir. Yəni, özünü müəyyən bir insan kimi görməyə başlayanda artıq məsuliyyətlərin təbii bir şey halına gəlir. Onları eləmək sənin üçün təbii olur. Üçüncü, mikro vərdiş zəncirləri. Bu nə deməkdir? Məsələn, günlük rutinlərimizə vərdişlərimizi bağlaya bilərik zəncirvari. Məsələn, hər səhər durursan, dişimi yuyursan. Dişimi yuyandan sonra bir dənə ingilis dilində söz öyrənəcəm. Və ya jim eləməyə başlayacağım. Jim eləyəndən sonra bir səhifə kitab oxuyacağım. Zəncirvari elə bil gündəlik rutinlərinizə vərdişlərinizi birləşdirə bilərsiniz. Niyə? Çünki kiçik vərdişlər dayanıqlı təkan yaradır və sizi qarşısı alınmaz bir insan halına çevirir. 4. Davamlılıq müqaviləsi. Bunu mən bilsiz nə vaxt eləyirdim. Bu, bilmirəm, OKB xəstəliyi də deyilir bu taktikaya. Amma mən bunu öz xeyrimə istifadə edirəm. Məsələn, olurmu ki, sizdə gedib o stolbaya toxunmasa, mən hörmətsiz biriyəm, məsələn. Məndə belə şeylər olurdu. Bunu öz benefitinizə çevirməyiniz üçün necə eləyirsiniz? Məsələn, bugün 1 saat dərs oxumasam, işdə sevmədiyim bir həmkarıma kofe alacağım və ya dəstəkləmədiyim bir quruma pul bağışı eləyəcəm. Niyə bu təsirlidir? Çünki itirmə qorxusu qazanmaq ümidindən daha təsirlidir. Buna ingilis dilində loss aversion deyilir. Yəni, insanlar eyni miqdarda qazancdan çox itirdiklərini əldə etməyə daha çox meyillidirlər və ya itirməkdən qaçınırlar. Ona görə bundan öz benefitinizə istifadə edə bilərsiniz. 5. Qeyd etmək. Uğurlarınızı qeyd edin. Bir təqvim götürün və ya bir dəftər götürün və məsuliyyətlərinizi ora yazın. Daha sonra qabağına, məsələn, o işi görəndən sonra bir X qoyun. 30 dənə X yığılandan sonra özünüzə bir mükafat verin. Məsələn, 30 gün dalbadal idmana gedəcəm. Hər günün qabağına bir tik qoyandan sonra 30 günün sonunda özünüzə bir mükafat verin. İnsanlar öz uğurlarını maddi formada görəndə daha çox motivasiya sahibi olurlar. Daha çox eləmək istəyirlər o işi. Yəni, vizual irəliləyiş motivasiyanı artırır. Beləliklə daha çox ruhlanırsınız. Davamlılıq da bu şəkildə davam edir. 6-cı qaydamız isə 60 saniyədən sonra yenidən başlatmaq. Bu necə? Məsələn, zərərli bir qida yediniz. Özünüzə qanun qoymuşsunuz ki, mən artıq təbii bəslənəcəm. Meyvə tərəvəz yeyəcəm. Bu arada burnumu çəkirəm. Dəqiqdə çox üzr istəyirəm. Bu aktı eləyəndən sonra 60 saniyə ərzində məsələn durun gəzin və ya durun bir stəkan su için. Bunu niyə eləyirsiniz? Özünüzü günahkar hiss etməməyiniz üçün. Sürətli düzəlişlər mənfi davranışların davamlılığının qabağını alır. Ona görə çalışın, əgər bir səhv eləmisinizsə, bunu çox sürətli bir şəkildə düzəldin, özünüzü fərqli şəkildə istiqamətləndirin. 7-ci qaydamız mühit kilidi. Bu nə deməkdir? Mühitini elə tərtib elə ki, özün səhv eləmək istəsən belə etməyəsən və sənə motivasiya versin. Məsələn, səhərlər durub qaçmaq istəyirsən, qaçış ayaqqabılarını qoy yatağının kənarına. Və ya işdə çox telefondan oynayırsan, sənin vaxtını alan proqramları iş vaxtı sil. Telefondan sil. Yəni, insan elədir ki, dopamin acılığı olur bizdə və
İstər-istəməz o qayda qoyduğumuz şeyi təkrardan etmək istəyirik. Bunun qabağını almaq üçün də mühiti elə düzəltməlisiniz ki, siz istəsəz belə onu edə bilməməlisiniz. Yəni telefonda oynamaq istəsəniz belə proqram olmadığı üçün oynaya bilməyəcəksiniz. Beləliklə bu vərdişdən də azad olacaqsınız. İradə tez-tez uğursuz olur, amma düzgün qurulmuş sistemlər daim qazanır. 8-ci qaydamız 1% qaydası. 1% qaydası nədir? Mükəmməlliyə yox da çox gündəlik olaraq etdiyiniz 1%lik dəyişimə fokuslanın. Günə bir söz öyrənin. Bir səhifə kitab oxuyun. 5 dəqiqə dərs oxuyun. Nə bilim, 5 dəqiqə press eləyin. Nəyə fokuslanmısınızsa, onun 1%-ni gündəlik olaraq etməyə çalışın. Çünki kiçik irəliləyişlər insana həqiqətən çox böyük motivasiya verir. Hər gün cəmi 1% irəliləyişlə ilə cəmi 37 dəfə inkişaf eləmiş vəziyyətdə olacaqsınız. 9. Məsuliyyət alovu. Bu nə deməkdir? Məqsədlərinizi ictimai bir şəkildə paylaşın ki, ictimai təzyiq sizə hərəkətə keçməyinizdə təzyiq göstərsin. Bu həqiqətən çox effektiv bir üsuldur. Mən bundan çox vaxt istifadə eləmişəm. İnsan özünü o işi artıq davam elətdirməyə və bitirməyə məcbur hiss edir. Məsələn, kitab yazmaq istəyirsən, sosial mediada paylaşa bilərsən ki, kitab yazıram. Və başda günlük olaraq o kitab yazıram papkasını genişləndirməyə, update eləməyə, gündəlik olaraq yazdığın bir şeyləri qısaca paylaşa bilərsən və ya yazdığın söz sayısını paylaşa bilərsən. Axır mütləq o hədəf uğrunda bir hərəkət, bir addım atdığını paylaş. Bu sadəcə sosial media üçün keçərli deyil. Məsələn, öz dost qrupunuzda da bunu bölüşə bilərsiniz. Bu çünki daha məsuliyyətli yanaşmağınıza sizə kömək eləyəcək. Belə. 10-cu qaydamız rutindən çıxmağa çalışın. Ürəyiniz sıxıldı. Məsələn, məşqdən ürəyiniz sıxılır. Məşq playlistinizi dəyişə bilərsiniz. Fərqli musiqilərə qulaq asın və ya heç yoxlamadığınız bir şeyi yoxlamağa çalışın. Və çalışın bir şey qərar verirsiniz ki, mən bunu etmək istəyirəm və durun bir dəqiqə ərzində onu etməyə çalışın. Ən azından o hədəfiniz üçün balaca bir addım göstərin. Bir dəqiqə ərzində durub onu eləməsəniz, siz onu heç vaxt eləməyəcəksiniz. Bonusumuz isə 0 bəhanə günü. Bir gün seçirsiniz və o gün ərzində planladığınız hər şeyi yerinə yetirirsiniz. Bəhanəsiz, yağış yağdı, qar yağdı, mənim üçün dəxlisi yoxdur. O gün nə planlamısınızsa, hamısını yerinə yetirirsiniz. Bu sizin özünüzə güvəninizi artıracaq, özünüzə hörmətinizi artıracaq, iradənizi gücləndirəcək. Özünüzü sübut edin ki, sizi heç nə dayandıra bilməz. İngilis dilində buna zero excuse day deyirlər. Baxa bilərsiniz, araşdıra bilərsiniz daha dərinliyinə. Bu şəkildə. Bugünkü videom bu qədər. İzlədiyinizə görə təşəkkür edirəm. Bəyənməyi və abunə olmağı unutmayın. Çox sağ olun. Təşəkkürlər.